Həvəsə düşməyin. Bu gözəl göyçək, göz oxşayan malları heç bir tükanda tapa bilməzsiniz. Bunları biz Metal Mədəni Məişət Kombinatının nümunələr otağında çəkmişik. Bunları da Minalı Qablar Zavodu buraxır. Amma satışda tapılmaz. Mən mikrorayonda oluram. Mikrorayondan buraya su un vermağın yanına mağazına gəlmişəm. Oradan buraya nə vedrə var, nə vanna var, nə qapaqlar var, adi qapaqlar, nə unitas var. Bir şey yoxdur ki, gələsən, girəsən, alıb aparasan. Bizə planı yerinə yetiririk, vaxtında yerinə yetiririk. İstehsal etdiyimiz məhsulları deməli Azər İttifaqı və Ororonun nəzdində, Ororonun bazasına və onun nəzdində olan istehlak cəmiyyətlərinə təhvil veririk. Heç şey tapılmır şəhərdə. Mətbəx üçün çəngəl, bıçaq, qazan, vedrə. Paltar yumaq üçün paraşok tapılmır. Banka üçün rezin qapaq, o birisi qapaqdan. Heç şey tapılmır. Я не знаю, что творится в наших магазинах. Весь день сегодня хожу, ищу щетки, краски. Ничего нету, посуды нету. Все бьется, ломается. Что кушать, где брать, из чего есть. Говорят, материал нету. Заводы все работают, я выхожу на работу, другой тоже выходит на работу, работает. А где это все девается? Biz Sumqayıt Alüminium Zavodunda da, polimer tikinti materialları kombinatında da olduq. Bu müəssisələrdə də istehsal qaydasıncadır. Bəs cəmaat demişkən, bu mallar hara gedir? Biz bu sualla Respublika Topdan Pərakəndə Satış Birliyinə müraciət elədik. Birliyin əməkdaşı Cəmil Babayev belə cavab verdi. За последнее время резко увеличился спрос на товары хозяйственно-бытового назначения. Одновременно и спрос увеличился, и также и уменьшились в объеме товары хозяйственно-бытового назначения. Резко сократился у нас закуп у иногородних поставщиков. И еще должен добавить, что многие покупатели, видимо, находятся в какой-то неуверенности в завтрашнем дне, закупают вместо нужных, допустим, семье одной кастрюли, 2 мисок, сразу закупают по 5 кастрюль. И все это вместе взятое создало у нас такое положение. Daha dəqiq cavabı isə, yəqin ki, Azərbaycan Ticarət Nazirliyinin məsul şəxsləri verəcəklər. Baba, mənə pul ver. Pulu nə edirsən? Lazımdır. İndi o pula nə almaq olar, xalalar? Lazımdır baba, sən ver. Tum? Olmaz. Küçədə tum çıtlamaq ədəbsizlikdir. İndi tum hamı üçün ən asan tapılan əzam məhsuludur. Düz deyirsən, abla. Doğru sözü nə demək olur? Al. Sağ ol. Hala, ay hala. Eşidirəm səni. Mənə 5 kilo ət, 5 kilo yağ, 5 dənə də kalbasa. Özü də servilat, finiski. Oğlum, dəli olmusan. İlin günün bu vaxtında yoxsa ələ salmısan bizi, hə? Götür pulu rədd ol buradan. Siz ələ salmısınız cəmaatı. Tamam paylamışsınız ki, gəlib bu şişələrdə çəkilmiş şəkillərə baxaq. Ala, sildir onları oradan. Ağzın baxışda uşaqdır. Ağlı kəsmir.
O divardaki şekillerin yarısı doğru olsaydı abala ne derdimiz vardı? Onda hem halk tok olardı, hem de hükümetimiz dünyanın en varlı hükümeti olardı. Bu dəfə Mozalan uşaqlıq sevdasına düşdü. Yəni ürəyindən Bakının uşaq meydançalarında oynamaq, sevinib gülmək keçdi. Elə bu sevdayla da Oktyabr rayonuna tərəf üz tutdu. Çatanda gözlərinə inanmadı. Gördüyünüz bu ərazi şəhərin mərkəzidir. Burada Pionerlər Sarayı olmalıydı. Uşaqların əyləncəsi üçün xüsusi klub yaradılmalıydı. Burada digər əyləncə obyektləri tikilməli idi. Ancaq indi bərbad vəziyyətdədir. Gördüyünüz kimi bilinmir burada nə olacaqdır. Biz 10 illərdir gözləyirik ki, burada Pionerlər Sarayı olacaqdır. O da ki, yoxdur. Elə zənn elədik ki, İraq bu yaxınlarda ya buradan tufan keçib, ya da ki, yenə də İraq. Qulağınızı dartın, kişkişlər olsun, zəlzələ olub. Neysə, çox dərinə getməyib, baş aldıq Xətai rayonuna. Gördük ki, elə vaxtında gəlib çıxmışıq. Burada 82 nömrəli mənzil istismar sahəsinin baş mühəndisi Adduxan Hüseynovla görüşdük. Mənzil istismar sahəsində yerləşən bu uşaq oyuncaqlarında bu yaxınlarda biz əsaslı təmirə yazmışıq bu hissəni. Əsaslı təmir üzrə olunmalıdır. İndi hal-hazırda başqa uşaq plakətkasında iş gedir. Oradan qutarandan sonra burada da olan xarab olmuş uşaq oyuncaqlarını düzəltməliyik. Mühəndis, bağ belə, bostan belə deməyində olsun, görək bu ərazinin sakini nə deyir? Bu üç evin arasında olan bu balaca sahə uşaqlar üçün ayrılmışdı. Böyrü də uşaq bağçasıdır. Gördüyümüz bu balaca sahədə deputatlığa seçilən vaxtı radiozavodun rəisi Arşov yoldaş qəşəng bir meydança yaratdı. Ondan sonra bu icazə verildi ki, buradan qaraj tikilsin kooperativini. Hər qarajın yerinə 1000 manat verilir. 3 evin sakinləri adından neçə dəfə siyasiya gedən vaxtı teleqrama vuruldu, məktub verildi. Şöbənin rəisi Abdullayev yoldaş bizə dedi ki, sizin ərziyi Bakı Soveti Rüfət Ağayevə göndərmişik. Bizim ərzə nə üçün qayıtsın, biz şikayət elədiyimiz adamların üstünə gəlsin. Kim nə deyir? Əlbəttə qaraj da lazımdır. Ancaq görən niyə bu qarajlar uşaqlarımızın sevincinin hesabına tikilməlidir? Yer qəhətdir bəyəm? Rayonumuzda istirahət parkları, uşaq idman kompleksləri demək olar ki, azdan çoxdan yaradılıb. Tam deyək ki, əhalinin bütün tələbatı ödənmə səviyyəsində, əhaliyə düşən normativlər üzrə olan səviyyədə parklarımız, ya mədəniyyət güşələrimiz, ya idman komplekslərimiz var. Bu həqiqətə uyğun olmaz, çoxlu çatışmamazlıqlar var. Lenin rayon İcraya Komitəsinin sədr müavini Nurqələm Səlimovu dinləyəndən sonra matımız qutumuz qurudu. Çünki hər şey, meydançalar da, karusellər də, yelləncəklər də eynən başqa rayonlardakı vəziyyətdə idi. Gördük ki, yox, necə deyərlər, bu rayonların rəhbərləri heç ağlayana da süd vermək fikrində deyirlər. Odur ki, tez tələsik öz səfərimizi başa vurmaq qərarına gəldik. Və bütün bu acı səfərdən belə nəticə hasil elədik ki, gələcək nəsillərə bu sayaq biganə münasibət sabahımıza atılan bir daşdır. Bu o daşdır ki, hərlənib, fırlanıb, axır gəlib öz başımıza dəyəcək.